Heç nə, sürünsün də millət. Yəni tarif şurasına kim verir bu əmri? Xəbəri yoxdur prezidentin. Nə demək istəyirlər? Çörəyi qaldırdılar, yol pulunu qaldırdılar. Yəni bundan artıq nə etmək istəyirlər? Desinlər elə gedin ölün də. Zəhər versinlər, öldürsünlər də cəmaatı. Viruslu yayıblar, onsuz da millət qırılır. Allah bilir hansı ölkələrdə nə banklar açıb, nə yatırımlar eləyiblər. Deyir ki, toxun azdan heç vaxt xəbər olmaz. Onlar görə gəliblər. Ona görə də bu millətin heç bir halından yanası deyirlər. Onların xəbəri yoxdur ki, nə qədər milləti qırılır, nə qədər milləti adsuzdur bu dəqiqə. Heç birinin xəbəri yoxdur. Korona verdilər, hamını evə tıxdılar. Amma da xəbərləri yox idi ki, evdə kimlər acı idi. Fikirləşmirlər, fikirləşməyəcəklər də. Yəni, ən pisi də ki, odur ki, bizim millət sakit durub oturub. Bunu Almaniyada eləyərdilər. Onda görərdilər, necədir, nədir. Gənclər yığışıb yəqin aksiya keçirsə, yaxşı olar məncə. Əlbəttə ki, qatılacaq. Bəlkə də mən özüm...